Deməli, üzü Sumqayıt istiqamətində hərəkət edirik və bilirik ki, qarşıda bizi sola doğru sərt döngə gözləyir. Çünki yolu tanıyırıq və elə sürücümüz də qarşıda bizi gözləyən həmin sərt döngəyə uyğun avtomobilini idarə edəcək. Təbii ki, bu yola bələd olmayanlar da daxil olur. Ona görə də həmin sərt döngə daxil olmazdan öncə yol hərəkəti haqqında belə bir qayda qanun var ki, əvvəlcədən məlumat verici nişanlar olmalıdır. Yəni, sürücü sərt döngəyə daxil olmazdan öncə bilməlidir ki, qarşıda onu nə gözləyir. İndi bir qədər yaxınlaşaq görək, bizi qarşıda gözləyən o sərt döngədən öncə hər hansı məlumat verici nişan varmı? Davam edirik. Çox az qalıb həmin sərt döngəyə. Fikir verirsinizsə, artıq biz sərt döngəyə daxil oluruq, amma qarşımıza 1.11.2 nişanı çıxmır. Yəni, heç bir məlumat verici biz lövhəni görmürük. Yalnız bu istiqamətdə ox işarələri ilə göstərilir ki, yol sola əyilir. Artıq burada sürücümüz məcburdur ki, sürətini aşağı salsın. Hər hansı biz nişan da görmədik sürət həddi ilə bağlı və fikir verirsinizsə, burada vəziyyət necədir?